Ramazan ayının 10-cu günü İslam tarixində Peyğəmbərimizin həyat yoldaşı və İslamı ilk qəbul edən qadın olan Xanım Xədicə Kübranın vəfat günüdür. Xanım Xədicə Kübra tarixdə qeyd olunur ki, çox var-dövlət sahibi olsa da heç kimə var-dövlətinə görə dəyər verməmişdir. İnsanlara şəxsiyyətinə və mənəviyyatına görə dəyər vermişdir. Xanım Xədicə Kübraya ərəbin əsəb nəsəbli, var-dövlətli şəxsləri elçi düşsə də, o mənəviyyatca ən üstün şəxsi Həzrət Peyğəmbəri seçdi. Bu səbəblə də Xanım Xədicəyə Məkkənin digər qadınları küslü oldu və onu tərk etdilər və onu tək qoydular. Amma buna baxmayaraq Xanım Xədicə Kübra bütün var-dövlətini İslam yolunda xərclədi. Amma yenə də bu qədər İslam yolunda var-dövlət xərcləməsinə baxmayaraq Xanım Xədicə Kübra son dərəcə təvazükar biri idi. Çünki vəfat edərkən qızı Fatimə-i Zəhraya yanına çağırıb deyir ki, qızım, gedib atana de ki, mən dəfn olunanda mənim yanıma köynəyini qoya bilər. Bu qədər İslam yolunda var-dövlətini xərcləyən, İslam yolunda fədakarlıq edən qadın Peyğəmbərdən öz köynəyini şəfaət üçün istəməkdə təvazükarlıq edir, həya edib utanır. Allah isə bunun müqabilində Xanım Xədicəyə nələri əta etdi. Peyğəmbərin yanına Həzrəti Cəbrail nazil olanda Peyğəmbərə deyirdi ki, Allah Xədicəyə salam deyir. Gör nə böyük bir məqamdır. Həmçinin Xanım Xədicə Kübranın nəslindən oldu Xanım Fatimə-i Zəhra və digər əimmə-i əthar. Allah bizlərə Xanım Xədicə Kübranın şəfaətini nəsib eləsin.